Pensiya və müavinətlərin ödəniləcəyi tarix açıqlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan rəsmi açıqlama verilib. İlkin olaraq Bakı və Abşeron yarımadasından başlayaq. Bildirilir ki, Bakı və Abşeron yarımadası eyni zamanda Sumqayıt şəhərləri üzrə bu ayın pensiyalarının avqustun 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulur. Bölgələrə gəlincə isə təbii olaraq rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyaları bu ayın 21-dən gec olmayaraq ödəniləcəyi, müavinətlərə gəldikdə isə avqust ayının 25-dən gec olmayaraq da müavinətlərin ödənilməsi nəzərdə tutulur. Bir də vurğulayırıq ki, bu rəsmi açıqlamaydı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən rəsmi şəkildə açıqlanmışdı və pensiya müavinətlərin həm Bakı, Abşeron yarımadası, Sumqayıt şəhərləri üzrə eyni zamanda bölgələr üzrə hansı tarixlərdə ödəniləcəyi ilə bağlı rəsmi informasiyaları idi və həmin tarixləri sizlə bölüşməyə çalışdıq.